Davam etdirir. Bəli, Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb və ailələrə evlərinin açarları təqdim edilib. Kənd üzrə ümumilikdə 180 ailə, o cümlədən 591 nəfər siyahıya alınıb. Artıq Suqovuşana köçün 4-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 180 ailənin köçürülməsi tam olaraq yekunlaşıb. Böyük qayıdış çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı. Bu mərhələdə kəndə 54 ailə 179 nəfər doğma torpağına qayıtdı. Qayıdan şəxslər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğal azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, şəhidlərimizə rəhmət diləyiblər. Doğma torpağımıza gedirik, çox şadıq, məmnunuq. Uzun neçə illərdir, 30 ildən artıqdır ki, hansı ki, həsrətlə yaşamışıq bu həyatı. Amma indi çox sevinirik. Ona görə ki, doğma yerimizə gedirik. Doğma yurduma qayıdıram, köşkün düşmüşdüm 93-cü ildə. İndi prezidentimizi Allah qorusun, qazilərimizə can sağlıq, şəhidlərimizə rəhmət. Çox şükür bugünkü günə vətənimiz, elimiz azad. Biz oradan çıxanda bizim 28 yaşımız var idi. Amma indi mənim 62 yaşım var. Bu günə şükür. Biz qayıdırıq yenə öz vətənimizə. Allah xalqımızı qorusun. Yaşasın Azərbaycan. Bugünkü günə şükürlər olsun. Çox şükürlər olsun ki, biz bu günləri yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Ali baş komandanımıza can sağlığı versin ki, bu günləri bizə yaşadırlar. Ağlaya-ağlaya çıxıb gülə-gülə qayıdırıq. Allah var eləsin Azərbaycan xalqına. Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim edilib. Kənd üzrə ümumilikdə 180 ailə, o cümlədən 591 nəfər siyahıya alınıb. Artıq Suqovuşana köçün 4-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 180 ailənin köçürülməsi tam yekunlaşıb. 30 ildən artıqdır biz əzab, əziyyət, zülüm, zillət. Artıq ki, öz torpağımıza, öz yurdumuza gəldik və artıq öz evimizin sahibiyik. Bugünkü gündə də haçar verildi, daha da sevinçləyik. Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Bugün ən gözəl, xoşbəxt olan bir günümdür. Çox sevinçliyəm. Necə deyim, sevincimin həddi-hüdudu yoxdur. Çünki balalarımın əziyyət çəkdiyi bir vətən üçün buradayam. Prezidentimə dərin təşəkkür edirəm. Qəhrəman oğlanlarımıza onların rəhmət diləyirəm, onların qəbirləri nurla olsun. Onlar bu günü bizə yaşatdılar. Təşəkkür edirəm şəhid analarına, prezidentimə var olsun. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.